Oyun bizim üçün biraz həyəcanlı başladı. Rəqib ilk dəqiqələrdən böyük təzyiq göstərirdi. Sonra məhz o dəqiqələrdə ki, biraz rəqibin presingi düşürdü aşağı. O dəqiqələrdə topa nəzarət edərkən, arxadan müdafiədən çıxarkən səhvə yol verdi, gol buraxdıq. Çox məyus edici idi. Sonra növbəti dəqiqələrdə bir 10 dəqiqə rəqib yenə böyük təzyiq göstərdi bizə. Amma ondan sonraki dəqiqələrdə biz hücumda fəal iştirak edib, fəallıq edib 2 gol vurduq. Fasilə 2-1 hesabı ilə irəlidə getdik, 2-1 hesabı ilə. Fasilədən sonra duran topdan gol buraxdıq. Məyus edici idi, amma buna baxmayaraq ondan sonra da futbolçularımız əzmkarlıq göstərdi, meydanda ustalıq göstərirdi, hücumlar qururdu, gol vurmağa çalışırdı. Son 10 dəqiqədə isə artıq rəqib böyük qüvvə ilə irəli getdi. Çox saylı standart vəziyyətlər oldu. O dəqiqələrdə də ki, müdafiəmiz etibarlı oynayıb, soyuqqanlı oynayıb, əzmkar oynayıb. Gol buraxmadan heç-heçə bir xal qazandıq. Təbii olaraq Sabaha qarşı qazanılan hər bir xal dəyərlidir və biz bu bir xal üçün çox sevinirik və düşünürük ki, inşallah sonuç nəticədə bizim üçün inşallah çox faydalı olacaq. Birinci oyun əvvəlində deyiz, komanda həyəcanlı idi və siz tez-tez komanda elə bir ki, motivasiya edici həyəcana görə edirdiniz. Bəli. Birinci hissədə fəallığım xüsusilə oyun əvvəlində nə ilə bağlı idi? İstər-istəməz bu rəqibə biz son oyunda aramızda 27-ci dəqiqədə hesab 3-0 olub. Və 15-ci dəqiqədə belə gol buraxanda biraz narahat oldum ki, dağlar komanda. İnamsızlıq yaranar yenə. Və o yüzden biraz o dəqiqələrdə fəallıq göstərdim. Amma dəqiqələr ötdükcə, xüsusilə də ikincisidə biraz daha pasiv idim. Artıq elə bir dəqiqələrdir ki, orada meydansıda futbolçular özləri meydanda nə etmələrini daha yaxşı bilməlidir və daha da yaxşı edirdilər. O yüzden də burada ikincisidə ehtiyac görmədim. Burada liderdən oyunda xal qazandınız. Bugün Qarabağda xal demişdi. Belə bir növ həm Qarabağ ki, həm də özünüzün Avrokuboklarda xal əlavə edədiniz. Qarşıda da Neftçi ilə oyun var. Yəni düşünürsünüz ki, həm bu oyundakı motivasiya, həm də həmin oyun sizin üçün həll edici olacaq. Yəni o motivasiyada oyuna kömək edə bilər. Həqiqətən bu il sabah möhtəşəm futbol nümayiş etdirir və xüsusilə səfərdə, hətta biz evdə də böyük hesabla məğlub olmuşduq. Amma nəzərə alsaq ki, bu oyun səfərdə idi və qazanılan xal bizim üçün çox önəmli idi. Ümumən çempionatın favoritlərindən qazanılan hər bir xal önəmli olur. Məsəl üçün 2 xal Qarabağdan qazanmışıq, 2 bərabərə qalmışıq. Bugün sabahdan 1 xal götürdük, birlikdə götürsən 3 xal eləyir və bunlar çox önəmli olur. İndi növbəti turda, son turda acı bərabərə qaldıq. Son dəqiqələrdə gözlənilməz bir hadisə baş verdi. Yəni Şamaxı ilə bərabərə qalmamız gözlənilməz deyil, amma oyunun gedişatı ilə idi ki, rəqib azlıqda idi, çox saylı gol epizodlarımız var idi və demək olar ki, son dəqiqələrdə nəsə bir hadisə baş verdi, biz gol buraxdıq və bir acı xal itkisi idi və futbolçular çox məyus idilər. Mənim əsas narahatçılığım o idi ki, o məyusluq bugünkü oyuna keçməsin. Şükürlər olsun Allaha, bugün onu hiss etdirmədilər və bizə çox vacib idi ki, mənəvi olaraq bərpa olmaq. Və düşünürəm bu xal bizim üçün çox önəmli idi. Növbəti turda Neftçi ilə oynayırıq, 4 gün sonra Turanla Kubokun cavab oyunu, sonra 5 gün sonra Turanla səfərdə oynayırıq. Əvvəl də demişdim ki, aprel ayındakı oyunlarımız çox ciddi oyunlar bizi gözləyir, çox gərgin oyunlar bizi gözləyir. Və indi qarşıda bizə 3 oyun qalıb, başa düşürük ki, Neftçi ilə, Turanla 2 oyun bizi nələr gözləyir və oyunlara çox yaxşı hazırlaşmalıyıq. Suallar. Meydandan iki futbol sıxıntı hissədə çıxanda, o hissədə çıxanda, nəsə narazılıq var sanki meydandan çıxmağa. Sabahın oyunda bu mübarizədən ayrılmaq istəmirdim. Mən də onları dəyişmək istəmirdim açığı. Həm İsa oyunda çox yaxşı idi, həm Gomis çox yaxşı idi. Sadəcə olaraq Gomis bir məqam zədələndi və Gomis zədədən dönüb. Keçən oyunda 90 dəqiqə oynadı 3 gün öncə. Biraz ayağını tutanda mən narahat oldum, bir də sarısı var idi. Yoxsa indi Gomis daha çox bizdə əvəz olmadan oyunları keçirdi. İsa'ya gəldikdə isə İsa çox yaxşı idi. Bir gol, bir penalti qazandı, bir asist verdi. Hücumlarda çox fəal idi, amma İsa da zədədən dönüb uzun zaman və o dəqiqələrdən sonra artıq o meydanda saxlamaq narahat hiss edirdim özümü və daha çox gələcəyi düşünərək İsa'nı oyundan çıxartdım. Sual var. Hazır. Şimdi çempionatın sonuna göre az kalıp belediye'de marafon bitir. Bilmek için dahil çempiyonatta veya da haricde herhangi bir izlediğiniz futbolcu var mı? Yox, futbolçu izləmirik.
Bu artıq asılı olacaq bizim klub rəhbəri ilə görüşdən sonra növbəti illə bağlı planlarımızdan asılı olacaq. Hələ ki heç bir futbolçu izləmirik, hələ ki bütün fikrimizi vermişik çempionata. Keçən il elə idi ki 3 tur, 4 tur qalmış, nəticə bəlli oldu və biz rahat könüldən hazırlaşırdıq Avrokuboklara, seleksiyamızı artıq erkən etməyə başladıq. Amma bu il hələ ki tələsmirik və gözləyirik ki, gedişat nə göstərəcək və rəhbəri ilə son qərarımızdan asılıdır.